Deməli, bu yaxınlarda bir xanım aparıcının videosu qarşıma çıxdı. Həmən videoda xanıma sual verirlər ki, bəs sən niyə Fələstində baş verən bu qətliam haqqında danışmırsan? Fələstində uşaqlar, qadınlar, yaşlılar və sivil insanlar qətlə yetirilir. Yəni bütün dünya bu haqqda danışır. Hətta Beynəlxalq Cinayət Məhkəməsi belə Netanyahunu cinayətkar elan etdiyi bir ərəfələrdə, yəni biz Azərbaycan vətəndaşları, Azərbaycan ictimaiyyətində istər siyasilər, istər jurnalistlər olaraq niyə bir mövqe bildirmirik? Və həmən xanım jurnalist cavabında bildirir ki, bəs bəyən Fələstinlilər bizə dəstəkmi olublar ki, biz də onlara dəstək olaq? Yəni belə bir fikir səsləndirir. Bu fikir bir neçə aspektdən yanlışdır. Çünki birincisi, lap fərz eləyək, Fələstinlilər bizə dəstək olmuyor. Fərz eləyək. Halbuki belə deyil. Və bunu dəfələrlə Fələstinin Azərbaycandakı səfiri cavab verib və həmən o güya Fələstin ermənilərə dəstək verməsi, ermənilərlə yaxın olması iddialarını fake adlandırıb, yəni bu məlum bir məsələdir. Və xanım jurnalist də, əgər həqiqətən də öz jurnalistika peşəsində mütəxəssisdirsə, bunları bilməli idi. İkinci məsələ, lap fərz eləyək, özümüzdən uyduraq. Fərz eləyək ki, doğrudan da Fələstin məsələn bizə dəstək olmuyor və vicdansızlıq eləyib, ləyaqətsizlik eləyib bizə qarşı. Yaxşı, bizə qarşı vicdansızlıq, ləyaqətsizlik olunubsa, bizdə mi vicdansız, ləyaqətsiz olaq? Yəni, xanım jurnalist bunu mu təklif edir? Yəni, uşaq qətli bu heç bir dini, millətə, dinə bağlanan bir məsələ deyil. Bu insanlıq məsələsidir, vicdan məsələsidir. Əgər sənə qarşı kimsə vicdansızlıq edibsə, ləyaqətsizlik edibsə, sən də mi eynən onun kimi vicdansız olmalısan? Əgər xanım desə ki, bəli, vicdansa qarşı vicdansız davranmaq lazımdır, onda belə deyək də, onda biz niyə dünyanı qınayırıq? Bax, Xocalı soyqırımından bağlı, istər 2-ci Qarabağ müharibəsində biz bilirik ki, bir çox Avropa ölkəsi, Fransası olsun, Almaniyası olsun, Amerika Birləşmiş Ştatları olsun, nə bilim, Hindistanı olsun və digər ölkələr ermənilərin yanında olublar, ermənilərə dəstək veriblər. Yaxşı, biz onda onları niyə qınayırdıq? Onda məsələn bir fransız vətəndaşı da Fransada oturaraq deyə bilər ki, Azərbaycan bizə nə vaxt kömək eləyib, Azərbaycan nə vaxt bizim yanımızda olub ki, biz Azərbaycana dəstək verək. Elə gəlin Ermənistana dəstək verək. Ermənilərin yanında olaq. Onda Fransa da düz eləyir, onda Hindistan da düz eləyir. Yəni, əgər biz bu yanaşma ilə yanaşsaq, yəni, məsələn, mənə dəstək verən mənim dostumdur, dəstək verməyən isə haqlı olsa belə haqsız prinsipi ilə yanaşsaq, onda gərək digərlərindən də eyni şey tələb etməyək. Yəni, bunu məntiq tələb eləyir. Və sonda üçüncü bir məsələ, xanım orada bildirir ki, bəs mən jurnalistəm, araşdırmışam, heç bir Fələstinli jurnalist və yaxud da ki, bir siyasi xadim Azərbaycana dəstək verməyib. Görünür, yenə də təkrarçılıq kimi olmasın, xanım öz peşəsinin mütəxəssisi deyil. Onun yerinə mən bir araşdırma elədim, çox 10 dəqiqə, 15 dəqiqə vaxt sərf elədim. Elə ilk qabağıma çıxan oldu ki, 2-ci Qarabağ müharibəsində 10 noyabrda elə Ermənistan kapitulyasiya aktını imzaladığı gün Həmasın əsas liderlərindən biri Sami Abu Zuhri Azərbaycanı qələbə münasibəti ilə təbrik eləyib, Ermənistanı həmən o təbrikdə işğalçı adlandırıb və hər bir işğalın da sonunda məğlubiyyətlə bitəcəyini vurğulayıb və Azərbaycanı yenə də bu qələbə münasibəti ilə təbrik eləyib. Baxın, Həmasın rəsmi şəxsinin ilk 10 noyabr isti-isti yazdığı təbrik postuydu, təbrik statusuydu. Eyni zamanda başqa bir jurnalistin də, Fələstinli jurnalistin, belə deyək, yarım milyon Twitterdə abunə sayına sahib olan bir jurnalist yenə də Azərbaycanı bu qələbə münasibəti ilə təbrik eləyir və Azərbaycana öz dəstəyini bildirir. Yəni, araşdırmanı mən davam eləsəydim, yəni onlarla belə Fələstinli siyasətçilərin, Fələstinli
jurnalistlərin statlarını tapa bilərdim. Yəni bu adi bir araşdırmadır, bu internetdə açıq qaynaqlarda olan bir şeydir. Və bu bir daha da onu göstərir ki, bizim bu jurnalist xanım aparıcımız böyük ehtimal qərəzli şəkildə Azərbaycanda İsrailin propagandası ilə məşğuldur. Biri var, həqiqətən də jurnalist olaraq araşdırma apara, doğru məlumatları çatdıra. Biz deyirik, hə, bunu deyir, araşdırma aparıb doğruları çatdırır. Biri də var ki, bilərəkdən həqiqətləri gizlətmək və yalan məlumatları doğru kimi təqdim edərək faktlarla manipulyasiya ilə məşğul olmaq. Bu isə əlbəttə ki, heç də yaxşı və xoş olmayan bir şeydir.